Uyğur dövləti deməli, Göytürk dövlətinin dağılması nəticəsində yaranmışdı. Mərkəzi Asiyada Göytürk dövləti 744-cü ildə Uyğurların üsyanı nəticəsində süquta uğramışdı və nəticədə Mərkəzi Asiyada gördüyünüz bu ərazidə, yəni cənubda Qobi səhrası, Tibet, şimalda Sibir olmaqla Mərkəzi Asiya ərazilərində Uyğur dövləti yaranmışdır. Paytaxtı isə Ordu şəhəridir. Beləliklə Uyğur dövləti dövlətin əsasını Qutluq Bilgəgül xaqan qoymuşdu. Yadımıza saxlayaq, 3 dənə qutluq var. 3 qutluğumuz var. Birinci qutluq, gəlin bunları da yazaq, bura boş yerə yazaq. Deməli, Qutluq Bilgə, yox, Qutluq İltərizxan, üzr istəyirəm. Qutluq İltərizxan bu ikinci Göytürk dövləti.